Bu ölkənin həm İsveç dilinə yaxınlığı, həm də şimal mədəniyyətini izah edir. 1917-ci ildə Finlandiya nəhayət müstəqilliyini elan etdi. Ancaq müstəqilliyinin ilk illəri asan olmadı. Qış müharibəsi, davam müharibəsi, Rusiya ilə çətin münasibətlər, bütün bu çətinliklər Fin xalqını təvazökar, intizamlı, güclü və sakit bir millətə çevirib. Buna Finlər özləri Sisu deyirlər, yəni əzmkarlıq, iç gücü, təslim olmamaq. Bu anlayış Finlandiya mentalitetinin təməlidir. Finlandiya parlamentli bir respublikadır. Prezident var, amma daha çox protokol və xarici əlaqələrdə rol oynayır. Əsas güc hökumətdədir, yəni baş nazir və nazirlər şurası. Finlandiyanın idarə sistemi dünyanın ən şəffaf idarə etmə modeli hesab olunur. Korrupsiya yoxdur demək istəmirəm, amma dünyada ən aşağı göstəricilər